Mən sənə sual verim, sən sıra cavab verirsən. Ha? Maşına neçə min manat pul yığdın? Aha. Aha. Bir ay bir həftəyə. 2200 manat pul yığdın, getdin özünə aldın 07. 07 aldım bəli. Nərən işlədin 07? Bənövşə rəngdə. Bənövşə. Bənövşəyə nə rəng idi o gözdə? Badımcan rəng. Nəsə bildim haça. Yoxsa ən zor rəngi olardı onsuz. Özün bilirsən də yadındadır. Bir ara moddaydı. Badımcan 07-lər. Məqsədin nədir bu həyatda? Bu həyatda məqsədim həyatda qala bilmək. Ola sən varavsko söhbət edirsən özü. Yox. Yəni necə deyim? Bugündən sabaha çıxa bilmək. Belə də həyatda qala bilmək. Yəni belə məqsədin yoxdur, ailə qurmaq, nə bilim, biznes qurmaq, həyatını dəyişmək, heç nə yoxdur yəni. Demək olar hələ ki yox, hələ ki içində yoxdur nəsə. Ya buradan bütün izləyicilər səslənirəm də. Allah haqqı. Gic kommentlərdə yazırlar Gülbala nə bilim dilənçidir, Gülbala nə bilim biabırçılıq edir, nə bilim. Qurandan da olsaydı mən indiyə kimi çox adamdan belə bildin nəsə video çəkmişəm də var axı belə. Qurandan da olsa ən normal adam sənsən yəni. Burada nə var? Normal oğlan utanır bir də. Utancaq oğlanda indi əlacı olmayıbdı pul yığıb, o da ki pul yığmayıb. Kartını qoyub görüb ki cəmaət payla atır da yəni düzəmirəm. Niyə dayandırasan ki yığıb 5 moped alıbdı, bir dənə də maşın. Burada nə var ki? Gələcəkdə də inşallah bir dənə villa tikmək istəyir 4 mərtəbə. Allah qoysun. Allah qoysun hələ onu da deyir. Yekə oğlansan ha. Ya qulaq şiş bir adam aşağı falan indi qulaq. Qanun zad çıxdı da düzləmirəm yığmaq olmaz falan. İndi yığarsan pul yoxsa yox? Yox. Dəqiq. Dəqiq. Bəni niyyəsən? Necə deyim, hamı kimi də necə mən deyirəm. TikTok satda belə. Hadi belə. Qaqa bir şey soruşmaq istəyirəm. Sənin bu konkret nə qədər qazancın var bu ümumiyyətlə bu? Nə qədər qazancın var? Nə mənə qazanandı, nə 10.000 zat belə. Manat. Qaqa baxırsan 10.000 qazanan adam nətər bu qalinvar gəzəsidir? Bu nətər olur? Yaxşı, bax tutam. Yaxşı, səncə nə qədər qazanaram? Məncə nə qədər qazanırsan? Məncə bir 100.000 zat qazanırsan, 200.000 zat, nə bilim. Aya. Daha çox. Ha. Oturmuşuq da Gülbala, poxunu çıxartmadı. Sağlığı qismət. Sağ ol, çox sağ ol.